Salam dəyərli şagirdlər. 9 Mart buraxılış imtahanının suallarına baxaq. Azərbaycan dilindən qayda suallarına baxacağıq. 31-ci sualda gözü su içməmək frazeoloji birləşməsi hansı mənaya uyğun gəlir? Gözü su içməmək inanmamaq mənasındadır. İnanmamaq mənasındadır. Cavabımız C variantı olur. Deməli, son imtahanlarda frazeoloji birləşmələrdən çox istifadə edirlər. Həm qayda sualı kimi, həm də mətn sualı kimi qarşımıza çıxa bilər. Ona görə də frazeoloji birləşmələrin qarşılığı, amonimliyi, sinonimliyi, antonimliyi bu kimi məsələlərdə diqqət yetirmək lazımdır. 32-ci sual. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Deməli, biz söz sırasının pozulduğu nümunəni tapacağıq, daha sonra isə isimlərə baxaq. A variantı. Doğrusu qohum əqrabanın sözləri mənim də beynimə batır. Yoldaş. Burada yoldaş sözü xitabdır. Xitab cümlənin sonunda gələ bilər. Xəbərimiz yerindədir. Söz sırası pozulmayıb. Ona görə A variantına baxmağa ehtiyac yoxdur. B variantı. Bu xəbəri eşidər-eşitməz hər kəs təlaşla binanı tərk etdi. Burada da söz sırası pozulmayıb. C variantı. Açıldı bayraqlar, çalındı boru. Fələk görməmişdi bu vurhavuru. Burada görməmişdi xəbərimizdir. Cümlədə söz sırası pozulub. İsimlərə baxaq görüm sadə və mürəkkəb isim varmı? Vurhavur olacaq bizim mürəkkəb isimimiz. Boru, bayraq. Bunlar isə olacaq bizim sadə isimlərimiz. Yəni cavabımız olur C variantı. Diğerlerine de baxaq. Sevgi əzəl gündən sevir baharı, baharda insanlar arzuya çatır. Burada da deməli birinci misramızda söz sırası pozulub, amma burada mürəkkəb ismə biz rast gəlmirik. E variantı. Bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? Burada deməli mürəkkəb ismimiz var, amma sadə isim yoxdur. Ona görə bu variantda olmur. Cavab olur C variantı. 33-cü sual. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Deməli, lazım şəkli, arzu şəkli verilib. Deməli, lazım şəkli tərəfdə yazılanlara baxaq. Təsdiqdə işlənsə də inkarda işlənə bilmir. Bu yanlış fikirdir. İnkar şəkilçisini qəbul edə bilmir. Doğrudur. Mamə şəkilçisini qəbul etmir. Amma inkarı deyil sözü ilə yaranır. Deyil. Yəni inkara salmaq mümkündür. Sadəcə fərqli yolla. Ona görə birinci fikir yanlışdır. Bizdən doğru fikirləri istəyir. Bir olan variantları atırıq. Gəldik. Gələsiniz sözü bu şəkildədir. Gələsiniz sözü gəl sözün köküdür. Gələsiniz. Deməli, orada ə şəkilsi var. Arzu şəklinindir. Lazım şəklinin deyil. Ona görə ikini də atırıq. Cavabımız çıxır D variantı. Digər variantlara da baxaq. Kaş anar da gəlsin cümləsində feil bu şəkildədir. Gəlsin sözündə arzu şəklinin şəkilsi A-ə yoxdur. Ona görə bu da yanlışdır. İsə köməkçi sözü ilə işlənə bilmir. Bu doğrudur. Arzu şəkli isə ilə işlənə bilmir. 4-ü götürürük. Cümlənin feili xəbəri olur. Hər ikisi cümlənin feili xəbəri olur. Burada verilən fikirlər ortaq fikirlərdir. Hər ikisinə aiddir. Doğrudur. Məchul növdə işlənə bilir. Bu da doğrudur. Hər ikisi məchul növdə işlənir. Cavabımız olacaq 4, 5, 6. Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənmişdir? Biz kəndə çatanda meşədəki torağayların səsi güclə eşidilirdi. Bax, burada bizim zərfimiz güclə sözüdür. Nə tərzdə sualına cavab verir? Tərz hərəkət zərfidir. Bir də ikinci cümləyə baxaq. Cavanşir bu bir qədər dincəlib yoluna davam etdi. Nə qədər dincəlib? Bir qədər. Burada da zərfimiz bir qədər sözüdür ki, bu da kəmiyyət zərfidir. Cavabımız olur D variantı. Burada çaşdırıcı nə var? Kəndə çatanda, anda, əndə, zaman mənası bildirən feili bağlamadır burada. Yəni, sual verərkən nə zaman sualına cavab verir. Amma biz onu zərf yox, feili bağlama kimi götürürük. Ona görə bu ola bilməz. Belə. Cavabımız olur D variantı. 35. Hansı sırada bütün sözlərin yazılışı səhvdir?
Deməli, düşkün olmalıdır. Burada gün olmaz. Kokteyl. Kokteyl yox, kokteyl. Yəni y hərfi də var burada. Bu da yanlışdır. Alayarımçıq isə devsdə yazılır. Bu da səhvdir. Deməli, bütün sözlər A variantında səhvdir. Cavabımız olur A variantı. Uyğunluğu müəyyənləşdirin. İsmi birləşmə işlənmişdir. Feili birləşmə işlənmişdir. Qəfildən səs eşidildi. Burada birləşmə yoxdur. A variantı olanları atırıq. A variantı olanlar atıldı. Düşmənin çirkin niyyətini, bax düşmənin burada yiyəlik, niyyəti, mənsubiyyət, yəni üçüncü nöqtənin söz birləşməsi yaratdı. Dünyayı sübut etməliyik. Üçüncü nöqtənin söz birləşməsi ismi birləşmədir. B-ni yazırıq bura. Sən bunu mu deyirdin? Burada birləşmə yoxdur. C variantı olanlar da getdi. Bunları da atdıq. Deməli, qalır bizim üçün A və E variantı. Cəmil gedərkən uşaqlar yuxulu idilər. Yuxulu idilər kim? Uşaqlar nə zaman? Cəmil gedərkən. Aha. Cəmil gedərkən olacaq feili birləşmə. D-ni buraya yazırıq. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirdi. Bax, bu sərgi birinci nöqtənin söz birləşməsi yaradır. Bu olacaq bizim ismi birləşməmiz. E də olacaq ismi birləşmə. Bunu da bura yazırıq. Deməli, 1-ə B, E, 2-yə D variantı uyğun gəlir. Cavabımız olur A variantı. 36A. 37-ci sualımız. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmamışdır? A variantı. Vaqif bu adamların çoxunu tanımıram. Tanımıram kimi? Adamların çoxunu. Bax, adamların çoxu. Birləşmə ilə ifadə olundu. Burada deməli, hamı öz fikrinin doğru olduğuna inanırdı. İnanırdı nəyə? Fikrinin doğru olduğuna, öz fikrinin doğru olduğuna. Burada tamamlıqla ifadə olunub. Bu hadisədən, yəni daha doğrusu söz birləşməsi ilə ifadə olunub. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Etiraf etdi. Kim Sevil? Nəyi? Hər şeyi. Hər şeyi söz birləşməsi deyil. Bu sözdür. Cavabımız olur C variantı. Bizə lazım idi söz birləşməsi ilə ifadə olunmasın. D variantı. Bu meyvələrin hamısını Məhəmməd Həsən əminin bağından dərmişik. Deməli, dərmişik nəyi? Meyvələrin hamısını. İsmi birləşmə ilə ifadə olunub. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. Gəzdilər. Haranı? Şəkinin görməli yerlərini. Haranı sualı tamamlığındır. Cavab olacaq C variantı. 38. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır. Burada tərəf sözü əsas nitq hissəsidir, isim mənasındadır. Maşın saat 2-də şərqə tərəf yol aldı. Burada yönlük hala qoşulduğu üçün olacaq qoşma. Deməli, birində əsas nitq hissəsi, birində köməkçi nitq hissəsidir. Sözə qoşularaq məna çaları yaradır. Təbii ki, qoşmadır. A-nı biz aid edəcəyik qoşmaya. Yəni, buraya yazırıq A-nı. Bunu silək buradan. Aha. Sonra ifadə olunan fikrə münasibət bildirir. Münasibət bildirmək modal sözlərə aiddir. Yəni, B heç birinə aid deyil. B olan variantları atırıq. B olan variantları. Deməli, leksik mənası var. Bu 1-ə aiddir. C-ni yazırıq 1-ə. Yalnız qrammatik mənası var. D-yə aiddir. Çünki qoşma yalnız leksik mənası, daha doğrusu qrammatik mənası olur. Köməkçi hissələrinin leksik mənası olmur. Cümlə üzvləri arasında əlaqə yaratmaq, bu da bağlayıcının funksiyasıdır. E də heç birində olmamalıdır. Deməli, bunları atdıqda cavabımız çıxır E variantı. Cavab 1C, 2A, D. Daha sonra 39-cu sual. 39-cu sualda nə var? Mübtədanın əlavəsi, tamamlığın əlavəsi, yer zərfliyin əlavəsi. Azərin atasına, Amil dayıya məktub yazdıq. Nə etdik? Yazdıq. Kimə? Azərin atasına. Bax, tamamlıqdır.
Kimə? Amil dayıya. Yəni tamamlığın əlavəsi olacaq. Yazırıq A-nı bura. 2 gündən sonra Cavadı yeni mühəndisi nazirliyə dəvət etdilər. Dəvət etdilər. Kimi? Cavadı. Kimi? Yeni mühəndisi. Tamamlığın əlavəsi oldu. Yenə yazırıq bura. Bizim evimiz mənzərəli bir yerdə göl qırağında idi. Bax, burada diqqət yetirmək lazımdır. Mənzərəli bir yerdə idi. Yəni, burada sadəcə birinci tərəfdə idi ixtisar olunub. Yəni, xəbərin əlavəsi olacaq. C, burada xəbərin əlavəsini bizdən istəmədikləri üçün C heç birində olmamalıdır. C olan variantları biz atırıq. Sonra qrupun yeni rəhbəri gənc qız görüləcək işlərdən danışdı. Danışdı. Kim? Qrupun yeni rəhbəri. Mübtədadır. Kim? Gənc qız. Deməli, D mübtədanın əlavəsidir. Bura yazılacaq. Anar kəndə, bu doğma obaya tez-tez gəlirdi. Gəlirdi kim? Anar. Haraya gəlirdi? Kəndə gəlirdi. Bu isə zərfliyin əlavəsi olacaq. E-də aiddir 3-ə. Deməli, 1-ə D, 2-yə A, B, 3-ə E cavab olur. E variantı. Və nəhayət 40-cı sualımız. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Tabeli mürəkkəb cümləsinin təhlili ilə bağlı səhvi müəyyən edin deyir. Deməli, ki bağlayıcısı ilə bağlanıbsa, birinci baş cümlə gəlib, ikinci budaq cümlə gəlib. Əgər birinci tərəfdə, yəni ki ilə bağlanarsa, birinci tərəfdə yenicə, indicə tipli sözlər olsaydı, deməli, birinci budaq cümlə gəlmiş olardı. Amma belə bir hal yoxdur, ona görə A variantı doğrudur. Bizdən səhv istəyir. Həm baş, həm budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə olunub. Sintaktik əlaqənin iki növü var, tabesizlik əlaqəsi və tabelilik əlaqəsi. Deməli, xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular. Burada sintaktik əlaqənin yalnız tabelilik növündən istifadə olunub. Tabesizlik əlaqəsi yoxdur. Ona görə cavabımız B variantıdır. Budaq cümlə baş cümləyə bağlayıcı sözü ilə bağlayıcı ilə daha doğrusu bağlanıb. Bu doğrudur. Ki bağlayıcısı ilə bağlanıb. Baş və budaq cümlələr müəyyən şəxsidir. Bu da doğrudur. Qoşuldular. Kim? Xalqımızın oğulları. Mübtəda var. Sonra xoşbəxt yaşasınlar. Kim? Gənc nəsillər. Bunun da mübtədası var. Mübtəda varsa artıq müəyyən şəxsi cümlə sayılır. Həm baş, həm budaq cümlə feili xəbərlidir. Bəli, qoşuldular. Bu da feilidir. Yaşasınlar. Bu da feildir. Yəni, təsriflənən feillərdir. Feili xəbər olur. Cavabımız olacaq B variantı. Bu qədər. Uğurlar.